kimi bu Şahan Təğiyevin 5 hektar ərazisidir. Gölü, beşetkası, ferması, kolkosu qırdığı mənimsədiyi yerlərdir 2 hektar. Hələ bunun qabağındakı daşı yerləri demirəm. Baxın, yuxarı rəhbər şəxslərimi üzümü tuturam. Bir bələdiyyə sədrini bu qədər yerlər olar mı? Bu bir göl olar mı? 2 hektar yaxın gilas bağı olar mı? Qabaqda 5 hektar nektarın bağı olar mı? Göy Allah'ın istafırla yer bunlarındır. Xahiş ilə bunun haqqında ciddi tədbirlər görün. Artıq dərəcədə. Mən bir vətəndaş kimi rüşvətxorlarla mübarizə apara bilmirəm. Mənim bir vətəndaş borcum var ki, haqsızlığa susmayın. Harada prezidentimizin bir nömrə qərarında var ki, ictimai nəzarət olun. Ölkə başçımız deyir ki, ictimai nəzarət olun. Harada haqsızlıq gördün, çəkin, paylaşın, ictimailəşdirin. Dünağısı məmurlar üzərini xan sayırlar. Bəli, düz deyir, canım möhtərəm prezidentimiz. Həqiqətən də dinağısı səhət şəxslər var ki, üzərini xan sayır, şah sayır, padşah sayır. Gördüyünüz kimi həmin yerdə yox. 1 hektar arasında göl atır. Ekologiya Təbii Sərvətlər Naziri baxsın, görsün, görüb bu hansı qanunla, hansı məqsədə uyğun niyyətlə bu göl atır. Qanunda gölün ərazisi bağlanmalıdır. Yerlər zəbt-tüptür. Əgər bu bir insana bu qədər yer düşürsə, mənə daha sözüm yoxdur. Dinağısı qurumlar bir-birinə kontaktdadır, bir-birinə əlaqədədir. Mən eləmədiyim qurum yoxdur. Hamısı deyir ki, işi icra edin, amma ortada işi icra edən yoxdur. Hamısı bir-birinə əlaqəlidir. Hamı bir-birindən sözü keçir. Dinağısı qurumların. Mən bir vətəndaş kimi kimə dərdim edeyim, kimə üzümü tutum, dərdim edeyim ki, mənim dərdimlə, problemlərimlə maraqlansın. Xahiş edirəm artıq dərəcədə möhtərəm prezidentimiz, cənab İlham Əliyev, Ali Baş Komandan 44 gündə göstərdiyiniz dəmir yumuğu xahiş edirəm rüşvətxorlara göstərin, korrupsiya əməllərini məşğullara göstərin ki, qoy bilsin xalq, ədalət dövrü rəhbər şəxsən nə deməkdir. Xahiş edirəm sizdən. Mən öncə yaşaya bilmirəm. Hüquq pozuntusu, insan hüquq və norm prinsiplər pozulan yerdə bir vətəndaş kimi mən yaşamaq istəmirəm. Artıq dərəcədə xahiş edirəm. Üzümü mən son çarəsi vəziyyətdə sizə tuturam ki, cənab möhtərəm prezident, bilməm mənim sesim gəlib sizə çatacaq, çatmayacaq. Xahiş edirəm sizdən, bunun haqqında tədbirlər görün. Mən öncə bir vətəndaş kimi səfirləri gidib sıxınıram. Yaşaya bilmirəm, rüşvət olan yerdə yaşamaq istəmirəm, yaşaya bilmirəm. Nə vaxtdaca bu rüşvət olacaq, nə vaxtdaca bu haqsızlıq olacaq. Xahiş edirəm, bunun haqqında tədbirlər görün.